Media Doktor, sağlığın varlığındır. Bugün mənim dəyərli həmsöhbətim DSX Hərbi Hospitalın doğum, ginekologiya və ekstrakorporal mayalama mərkəzinin rəhbəri Yeganə Əliyevadır. Doktor, xoş gəldiniz. Xoş gördük. Hər vaxtınız xeyir olsun. Sizləri də, dinləyicilərimizi də buradan salamlayırıq. Biz də sizi salamlayırıq. Həm xanımlarımız, həm bəylərimiz bizi dinləsələr çox məmnun qalarıq. Yəni, əslində mən bu sahədə çalışan həkimləri bir başqa digər həkimlərimizdən qısqanmasınlar, biraz daha çox sevirəm. Çünki evlərə sevinc bəxş eləyirlər. İnsanların uzun illər həsrətində olduqları o balacaları onların qucağına sizin kimi həkimlər belə deyək, təqdim eləyə bilirlər. Doktor, əslində diqqətimi çəkdi o fikri səsləndirməyiniz ki, kişi sonsuzluğu son dövrlər çoxdur. Əslində gəlin elə sonsuzluqdan başlayaq. Öncə bir adını qoyaq. Sonsuzluq nə deməkdir? Biz sonsuzluq deyəndə nəyi nəzərdə tuturuq? Çox düzgün vurğuladınız. Artıq cütlüklər bir ildir ailəlidirlərsə, bir yerdə yaşayırlarsa, övladları olmursa, buna birincili sonsuzluq deyirlər. Bir də var ikincili sonsuzluq. Sonsuzluğun səbəbləri çoxdur. Əvvəllər yalnız xanımların üzərinə düşürdülər. Bildiyiniz kimi bizim Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında eko mərkəzi fəaliyyət göstərir artıq 3 ildir. Və burada ən çox kimlərlə məşğul oluruq? Hansı ki azospermi xəstələrlə və biz bunun təlimini keçdik. 2 il bundan öncə Yaponiyaya getdik. Yaponiyada Tanak Sensei'nin klinikasında olduq. İlk dəfə Tanak Sensei Rozi aparatını ixtira edibdi. Rozinin mənası yeni həyat deməkdir. Azospermi xəstələrdə yenidən o spermaları tapıb onlara can vermək və tanımayan spermanın tanımadığı yumurtaları onlara tanıdıb bir ailələrə övlad bəxş etməkdir. Bəzən bizdə bilirsiniz ki, Ali Baş Komandamız adını dəyişdi. Öncədən süni mayalanma deyirdilər. Süni mayalanma deyəndə bizim xalqımız elə başa düşürdü ki, öz hüceyrələrindən deyil də, başqa hüceyrədən. Bəli. Ali Baş Komandan adını dəyişərək reproduktiv sağlamlıq qoydu. Bu deməkdir ki, hər hansı bir qadınların yumurtalarında və kişilərin spermasında problem vardısa, hər hansı bir texnologiyalarla onlara yardım edib onları övlad sahibi edək. Ən gözəl məncə ad seçildi və onun üçün də buradan üzümü tutub bütün ailələrə demək istəyirəm ki, artıq ad dəyişilib. Süni mayalanma dedikdə siz elə zənn etməyin ki, istər qadın hüceyrəsi və yaxud da istər kişi hüceyrəsi başqa bir insandan deyil, bu sizin öz hüceyrələrinizdəndir. Əvvəllər və doktor, mən əslində çox gözəl və yerində verilmiş qərardır. Çünki əvvəllər hətta həkimlərlə də müzakirə eləyəndə doktorlarımız da deyirdi ki, bu insanların diqqətini çox yanlış istiqamətə yönəldir və hətta istəsə belə cütlüklər övlad arzusu ilə yaşasalar belə buna getmirdilər. Yəni ekstrakorporal mayalanmaya getmirdilər. Halbuki çox yanlış təsəvvür var idi. İndi çox şükürlər olsun ki, həkimlərimiz bu sahədə o qədər yaxşı maarifləndirmişlər aparırlar ki, artıq bugün gənclər sevərək, ürəklə ekstrakorporal mayalanmaya müraciət edirlər. Hətta mən sizi inandırım ki, sağlam cütlüklərin beri ona müraciət etmək istədiklərini görürəm ki, qoy doktorlar bir müdaxilə eləsin. Bəli, bəzən də görürsən ki, ona görə ona müraciət edirlər ki, cinsiyyət seçimi qarşısında qalırlar. Bəzən qız istəyirlər. Burada da müdaxilə edə bilirsiniz mi? Bəli, bəzən qız istəyənlərimiz olur. İlk öncə də qızları vurğuladım ki, elə zənn etməsinlər, yalnız oğlan istəyənlər bizə müraciət edir. Bəzən də oğlan istəyənlər. Onun üçün də burada sırf əgər hər hansı bir cinsiyyət seçimi istəyirlərsə, ona da başvura bilirlər. Onun əsasında artıq istədikləri arzularına çata bilirlər, istədikləri övladı dünyaya gətirib göz aça bilərlər. Doktor, qısaca mən istəyərdim həm qadın, həm də kişi sonsuzluğuna ayrılıqda bir diqqət yetirək. Niyə qadın sonsuzluğu olur? Yəni qadın sonsuzluğu deyəndə nəyi nəzərdə tuturuq? Kişi sonsuzluğu deyəndə nəyi nəzərdə tuturuq? Biraz öncə vurğuladım ki, bizim sırf mərkəzimiz artıq
azospermi mərkəzi olaraq, həm də eyni ilə qadınlarda sonsuzluğun üzərində bir mərkəz olaraq fəaliyyət göstəririk. Amma bildiyimiz kimi öncədən qadınları daha çox qınayırdılar. Bəli. Qaynanalar qadınları aparırdı. Buradan inciməsinlər məndən. Mənim də böyük oğlum var. Ya tək qadınların üzərində deyil, eyni ilə də kişilərin daha çox problemi vardı. Vaxtından qabaq doğulmuş oğlan uşaqlarında azospermi xəstəliyinə rast gələ bilərik. Uşaq vaxtı qulaq dibi el arasında deyilən qulaq dibi xəstəliyi keçirmiş uşaqlarda azospermi xəstəliyinə rast gələ bilərik. Və sonradan doğulmuş, bunların heç biri olmasa da, sonradan hormonal dəyişikliklər olur. Bəzən uşaq vaxtında daha çox yeməyə meyilli olurlar. Valideynlər bunu önəmə almır, uşaqda yesin, kökəlsin, sonraki vaxtda hər şey qaydasına düşər. Burada da hormonlarımıza böyük bir təsiri olmuş olur. Onun üçün də hormonlarımızda artıq kişi hormonları aşağıda olmuş olur, səviyyələri, qadın hormonları daha yüksəlmiş olur. Və bu da azospermi xəstəsinə gətirib çıxartmış olur. Eyni ilə də genetik cəhətdən artıq bu nəsildə kimdəsə olubsa, genlərdə sonradan bu azospermi xəstəliyinə gətirib çıxarda bilir. Və bir də infeksiyaların olması nəticəsində. Bəzən önəmə almırlar. Hər hansı bir infeksiyadır, ötüb keçər. Hər hansı bir kimdənsə yoxlanmadan, analiz vermədən bir dərmanmı, bir müalicə sistemi alaraq özləri tərəfindən müalicə edirlər. Amma düşünmürlər ki, artıq bu cinsi yolla keçən bir infeksiyadır. Bunlarda vardırsa xanımlarında da var, xanımda vardırsa bəydə də var. Hər iki cütlük eyni vaxtda müalicə olunması çox önəmlidir. Əgər hər hansı bir cinsi yolla keçən infeksiya bəydə varsa, bəy müalicə alınırsa, artıq xanım almırsa, deməli yenidən ondan buna yoluxma ehtimalı var. Onun üçün də hər ikisi eyni vaxtda müalicə almalıdır. Bəylərimiz də bu mövzuda bir qədər həssas davranmalıdırlar. Əgər belə bir kaçamakları varsa, özləri daha yaxşı bilirlər. Ailə qurmazdan öncə əziz bəylər və bizim gənc oğlanlar çox yaxşı olar ki, öncə bir həkimə başvurasınız, bu mövzunu bir araşdırasınız. Əgər hər hansı bir müalicəyə ehtiyacınız varsa, bu müalicəni alasınız. Deməli, həkimlərimiz deyir ki, bu adətən qadınlarda daha tez üzə çıxmasına baxmayaraq, kişilərdə adətən sakit formada dayanır. Kişilər də elə bilirlər ki, heç bir infeksiya falan yoxdur. Ancaq burada biraz müdaxilə etmək istədim. Buyurun. Bəzən görürsən ki, xanımlarımızı analiz edirik. Analizdə xanımda çıxa bilər, amma bəylərdə çıxmaya bilər. Səbəb odur ki, qadınlarda istər-istəməz müqavimət zəif olur. Hər hansı bir infeksiya tez özünü göstərə bilir. Amma istər-istəməz kişilər energetik içkilər qəbul etdikləri üçün, bəzən görürsən ki, müqavimətləri daha güclü olduğu üçün onlarda çıxmama ehtimalı var. Bəzən hətta ailələrdə belə bir hal olduqda söz-söhbət də yarana bilər. Onun üçün o analizlərin verilmə qaydası da var. Hər bir analizi düzgün verdikləri zaman həmin infeksiyaların çıxma ehtimalı var və hər iki cütlüyün bərabər müalicə alması çox önəmlidir. Mən istəyirəm doktorla əlaqə saxlamaq üçün dinləyicilərimizə nömrələri xatırladım. 070 520 97 97 və 077 320 97 97 nömrələri vasitəsilə Yeganə Əliyeva ilə əlaqə saxlaya bilərsiniz. Biz bugün doktorumuzla birlikdə kişi və qadın sonsuzluğundan danışırıq və doktorumuz dedi ki, biz daha çox kişi sonsuzluğu üzərində dayanırıq, amma bu demək deyil ki, qadın sonsuzluğu ilə də məşğul olmuruq. Hər iki cütlük bizə müraciət edə bilər və biz onları sevindirə bilərik. Bugün təəssüflər olsun ki, az qala, bəzən hətta bunu böyüklərimiz də deyir ki, bugün müalicə almadan övladı olmayan cütlük demək olar çox az saydadır. Yəni mütləq bir müdaxilə lazım olur. Hətta daha ciddi səviyyədə ki, doktor sizə müraciət edirlər. Artıq ekstrakorporal mayalanmaya gəlib çıxa bilirlər. Bu xanımlarda boruların itirilməsi olsun, müəyyən xəstəliklər olsun, genetik hər hansı bir faktorlar olsun. Bu arada doktor, ekstrakorporal mayalanma düşünürəm ki, genetik xəstəliyi olan insanlar üçün də çox böyük yaşıl işıqdır. Onlar üçün də bir ümid yeridir. Deyilmi? Bəli. Bayaq vurğuladıq ki, sonsuzluğa bir çox istər qadın sonsuzluğu olsun, istər kişi sonsuzluğu olsun, bir çox səbəblərdən ola bilər. Bir də hətta artıq burada genetik problem vardırsa, biz hər iki cütlüyü bəzən görürsən ki, xanımlar normal şəkildə
bir 5 dəfə, 6 dəfə hamilə qala bilir və hamiləliyi axıra çatdıra bilmirlər. Burada artıq səbəb genetik səbəblərdir. Biz bu cütlükləri də alıb onların yumurta hüceyrələri ilə spermanı embrion şəklinə gətirib və genetik tərəfdən yoxladıb artıq məlum bizim əlimizdə artıq tam dəlillər olur ki, hansı embrionu biz köçürsək, bu embrion ana bətndə inkişaf edə biləcək və yaxud da ki, hansı embrion artıq ana bətnində götürülərsə, embrion inkişafdan qala biləcək və yaxud da hansı embrion artıq oğlan uşaqları olarsa, dünyaya göz açarsa, azospermi xəstəsi olaraq dünyaya göz açma ehtimalı Hətta ola bu bilər. dərəcə. Bəli, yeni son vaxtlar tibbdə aparılan böyük bir təcrübələr nəticəsində hətta embrionların gələcəkdə şəkər xəstəsi ilə doğulması, ürək qüsuru ilə doğulan uşaqlarımız da belə bu yaxınlarda may ayında Kitayda böyük Aspero deyilən bir konfrans vardı. Asiya dövlətlərinin hamısının orada toplantısı olacaq. O konfransa mən də qatılacağam. Hər il qatılıram. Mən Amerika və Asiya dövlətlər ginekoloqlar cəmiyyətinin üzvüyəm. Hər il Amerikada da böyük bir konfrans olur. Mən də Azərbaycandan o konfranslarda iştirak edib həm özümüzün təcrübələrini, həm də onların təcrübələrini artıq Azərbaycana gətirirəm. Bizim mərkəzimizdə Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında Allah qoysa 1 iyunda böyük bir tədbirimiz olacaq. Uşaqlar gününə Ulu öndərimiz dediyi kimi uşaqlar bizim gələcəyimizdir. Hansı ki illərlə övladları olmayan 25 il, 30 il, 17 il, 19 il. Hətta bir pasiyentimiz var. Onun səs yazısı da var bizdə. Ona belə demişdilər ki, daşın övladı olar, sizin övladınız olmaz. Onun üçün onun spermasında problem var idi. O sözü ona görə demişdilər. Amma bizi duyduqdan sonra bizə baş vurdu. Hal-hazırda artıq 1 yaş yarımında bir qız uşağı vardı. Allah saxlasın. Allah bütün olmayanlara ailələri qismət etsin. sevindirsin. Onun üçün də bəzən görürsən ki, hətta kişilər utanırlar həkimə getməkdən. Mən burada məsləhət verərdim ki, bütün analara, valideynlərə ki, çalışın həddi buluğa çatmış, istəyir qız uşağınız olsun, istəyir oğlan uşağı olsun, mütləq bir qızları ginekoloji müayinə etdirəsiz, ultrasəs müayinəsi etdirəsiz. Eyni illərdə kişilərin həddi buluğa çatmış evinizdə oğlan uşaqları böyüyürsə, bir endokrinoloqa, uroloqa müraciət edilsin. Çox önəmlidir. Bəzən görürsən ki, artıq gecikmiş formada hormonlar öz işini görür. Sonrakı vaxtda müraciət edəndə bəzən görürsən heç bir köməklik edə bilmirik. Bunun üçün utanmağa lazım deyil. Mütləq həkimə müraciət etmələri vacibdir. Bəzən də oğlanlarda bilirsiniz də son vaxtlar daha çox eşidilir ki, varikoselli deyilən bir problem yaşayırlar. Əgər elə bir problemləri vardısa da, buradan demək istəyərdim ki, İlk öncə əgər övlad sahibi deyillərsə, mütləq o spermanı dondursunlar, ondan sonra o əməliyyata getsinlər. Bəzən o əməliyyatdan sonra çox gözəl başarılar ola bilər, spermanın keyfiyyəti, kəmiyyəti arta bilər. Bəzən də heç sperma tapa bilmərik. Doktor, bununla bağlı sizə yenə bir sualım olacaq. Qısa bir fasiləmizin zamanıdır. Fasilələrdən davam eləyəcəyik. Bu arada dinləyicilərimizə deyim, doktorla əlaqə saxlamaq istəyirsinizsə 070 520 97 97 və 077 320 97 97 nömrəsini yığa bilərsiniz. Media Doktor davam edir. Media Doktor davam eləyir. Media FM-in efirində 105.5 FM-də bizi dinləyirsiniz. Bugün mənim həmsöhbətim Yeganə Əliyevadır. Doktorumuz LSX Hərbi Hospitalın Doğum Ginekologiya və Ekstrakorporal Maylanma Mərkəzinin rəhbəridir. Biz bugün kişi və qadın sonsuzluğundan, xüsusilə kişi sonsuzluğundan danışırıq. Dinləyicilərimizin sualları varsa bizimlə paylaşa bilərlər. 055 999 1055 nömrəsini yığa bilərsiniz. Əziz dinləyicilər, nömrələr doktorla əlaqə saxlamaq üçün 070 520 97 97 və 077 320 97 97-dir. Deməli biz fasilədən öncə doktorumuzla kişilərdə varikosit probleminə toxunduq. Adətən
bunu bir nömrəli çıxış yolu olaraq görürlər. Bəzən isə tam əksini düşünürlər. Hətta bəzən belə fikirlər də səsləndirilir ki, yox getmə, ondan sonra ümumiyyətlə övlad olmur, ya da ki, ümumiyyətlə insanlar çıxış yolunu onda görür. Doktor, sizin fikrinizi bilmək istəyərdim bu mövzuda. Deməli, belə son vaxtlar daha çox rast gəldiyimiz varikoselli deyilən bir diaqnozla rastlaşırıq. Biz ilk öncə tək kişilərə yox, eynilə də xanımlarımıza, həyatda bəzən görürsən ki, xanımlarda ailə həyatı qurmurlar. Artıq bəzən yaş ötdükdən sonra ailə həyatı qurmalı olacaqlar. Onun üçün də bizə müraciət edə bilərlər. Biz xanımların da yumurtalarını toplayıb dondura bilərik. Eynilə də kişilərin spermasını dondura bilərik və sonrakı vaxtda artıq öz hüceyrələrindən istifadə edərək övlad sahibi ola bilərlər. Bunun üçün hətta bəzən görürsən ki, xanımlar buna görə utanırlar. Hətta onkoloji xəstəlik ola bilər. Yumurtalara mənfi təsir göstərə bilər. Get-gedə biz onu qarın boşluğundan toplayıb rahat şəkildə bizim mərkəzimizdə, laboratoriyada bunlar dondurularaq saxlanılır. Tam müalicə başlamamış. Eləmi doktor? Onkoloji müalicə başlamamış. Müalicə başlamamış. Bu yaxınlarda bizdə belə bir hal oldu. Qızımızın 19 yaşı var idi. Yumurtalıqlarında problem var idi deyə onkoloqlara müraciət etdilər. Onkoloqlarla bərabər bir konsultasiya keçirdi, konsulum şəklində. Belə qərara gəldi ki, qarın boşluğundan yumurtalarını toplayıb dondurduq. Nə zaman artıq müalicə kursu başa çatarsa, ondan sonra biz onun ailə həyatı quran zaman həmin yumurta hüceyrələri ilə onu ana etmə şansımız daha yüksəkdir. Onun üçün də belə bir hallar vardısa, onda da çəkinmədən müraciət edə bilərlər. Və bir də buradan demək istəyirdim ki, əziz dinləyicilər, yəqin ki, bizi bütün bölgələrdən, hər yanından qulaq asırlar. Qulaq asanları, dinləyənlərin hamısına sevgimizi və sayğımızı bildirirəm. Sonsuzluqdan əziyyət çəkirsinizsə, bizim aksiyamız var. Ramazan ayı boyu davam etdirdik. Bir də aprel ayının sonuna qədər davam etdiririk. Niyə? Yanlışlıqla bəzən pasientlərə deyiblər ki, artıq sizin övladınız olmayacaq. Onlar evdə oturublar, heç bir mərkəzə müraciət etməyiblər. Bəzən diaqnozları düz olmayıb. Mənim şəxsən qəbuluma heç bir müayinə pulu ödəmədən gələ bilərlər. Eynilə də embrioloquma biz ikimiz bərabər onların, istəyir qadınlar olsun, istəyir kişilər olsun, müayinə edəcəyik, ödənişsiz və sorunları nədir? Bir-bir onlara izah edəcəyik ki, sizin bu problemdən övladınız olmayıbdır. Və yaxud da hər hansı bir bizə bu yaxınlarda bu aksiya keçirdiyimiz vaxtda 465 cütlük müraciət etdi. Daha çox yanlış diaqnoz qoyulub. Bəzən spermanın düzgün yoxlanılmaması, bəzən yumurta hüceyrələrinin pasiyentə deyiblər, artıq sizin yumurta hüceyrəniz yoxdur, o da ümidsizlənib oturub. Amma bildiyimiz kimi tibb elmi hər gün inkişaf edir, hər gün bir yeniliklər var. Bəzən o yumurta hüceyrəsi zəif olanlara da hər hansı bir yeni texnologiyalarla yardım edə bilirik. Eynilə də spermanın sayı hərəkəti önəmli deyil. Onun morfologiyası çox önəmlidir. Başı var, bəzən quyruğu yoxdur. Quyruğu var, başı yoxdur. Və yaxud da yapışqanlığı vardır. Bəzən pasiyentə baxıb deyirlər, sayınız azdır, hərəkətliyi zəifdir. Bu ondan çox önəmli morfologiyasıdır. Onun üçün də əgər artıq ailəlidirlərsə, bir il ərzində cütlüklərin övladları yoxdursa, buyurub bizə buradan müraciət edə bilərlər. Biz onları müayinə edərik, həm qadını, həm kişini və səbəblərini ən azından bilərlər ki, artıq nədən bunların övladları olmadıqlarını. Bəzən isə görürsən, doğrudan da artıq elə bir sözdən insanlar hətta çox belə cəmiyyət içərisində də sıxıntı keçirdirlər. Bizim sabah yola salacağıq 19 ildən sonra övladı olubdu. Deməli 19 il ərzində bunlara deyiblər ki, sizin övladınız olmayacaq. Təsadüf nəticəsində bir həkim yoldaşımız toyda olub və deyiblər ki,
bu həkimin yaxın rəfiqəsi bu işlə məşğuldur. Gəldilər bizə, araşdırdıq. Qadının borularında problem var idi, yumurtalarında problem var idi. Artıq bir gözəl qızları da dünyaya gəlibdi. Ay, Allah gözəl. olmayanlara qismət etsin. Amin. Kim Bəli. kəsrətindədir, bütün evlərə Bəli. körpə nəsib olsun. Doktor, mən istəyirəm o başlanğıcdan bir qədər danışaq. Adətən ailələr üçün bu qaranlıq qalır ki, ekstrakorporal maylanma üçün hardan başlayacağıq? Onlar hara müraciət eləyəcək, necə eləyəcək? Onlar üçün bu proses hardan başlayıb harda dayanacaq? Bildiyimiz kimi Azərbaycanda da bir neçə mərkəzlər var. Buyurub mərkəzlərə müraciət edə bilərlər. İlk öncə xanımların adətlərinin düzənli olmasına ultrasəs müayinəsi edirik. Ultrasəs müayinəsi zamanı ondan sonra öncədən deyirdilər ki, AMH yüksək olma dərəcəsi çox önəmlidir. Bir də yumurtaların deyirlər ki, qadınlarda sayı yoxsa keyfiyyəti. Bəli. Bəli, bəzən görürsən ki, cavan bir xanımdır, artıq bir neçə ildir ailəlidir, övladı olmur. Amma bizə baş vurur, biz onu alırıq. Hətta 100-ə qədər, 70-ə qədər yumurta hüceyrəsi topladığımız pasientlərimiz olub. Yumurta hüceyrələrinin içərisindən yumurta hüceyrəsi çıxmaya bilər. Kişilərdə bu xoşbəxtçilik var ki, sperma analizini verdikdə hər hansı bir laborator mərkəzlərdə və yaxud da eko mərkəzlərində, laboratoriyalarda spermalarına baxıb onların spermanın hansı keyfiyyətdə olduğu haqqında məlumat verə bilirlər. Amma qadınlar bəzən görsən illərdir bir ginekoloqa müraciət edirlər. Onları alırlar adətlərin 5-ci gündən folikulun yetişib patlama hüceyrəsini yoxlayırlar. Folikul yetişir, patlayır, sarı cisimdə əmələ gəlir. Amma orada ekoya aldıqda bilirik ki, yumurtanın içərisində yumurta hüceyrəsi varmı, yoxmu, ondan sonra bilinir. Ya bu çox önəmli bir şeydir. Əsas yumurtanın keyfiyyətidir. Sayı çox olsa da bəzən sayının içərisində keyfiyyətli yumurta hüceyrə çıxmaya bilər. Bəzən də görürsən artıq ekoya baş vurublar. Bunu da deyim ki, olur. Bəzən artıq cütlüklər çox belə aralarında böyük bir söz-söhbət də yarana bilər. Artıq spermada yumurta hüceyrəsi də toplamışıq. Biz elmi dildə embrion deyirik. Amma Bəli. artıq o loru dildə desək, qoy dinləyicilərimiz bilsin ki, nə demək istədiyimiz orada uşaqdır. Biz onu uşaq şəklində cütlüklərin hüceyrələrindən əmələ gətirmişik. Hər hansı bir laborator şəraitdə onlar bəslənirlər. Bəzən görürsən ki, keyfiyyətsiz ola bilir. Bunlar 2-ci, 3-cü, 4-cü gündən sonra inkişaf etmirlər laboratoriyada. Eyni ilə də ana bətninə qoya biləriksə, həmin embrionlar inkişaf etməyə bilər. Doktor, bu neçə faiz hallarda baş verir? Çoxdurmu belə nəticə? Bu da düzgün qidalanmama nəticəsində qadınların əgər düzgün qidalanmırlarsa, son vaxtlar marketlərdə alınan hər hansı bir hazır qidalardan bunun üçün yumurta hüceyrəmizin istəyir kişilərdə, istəyir qadınlarda normal şəkildə qidalanmaları lazımdır. Təbii qidalardan istifadə edilməsi. Öncədən bu qədər sonsuzluqla rastlaşmırdıq və son illərdə daha çox rastlaşırıq. Onun üçün də təbii qidalar çox önəmlidir. Çəkiyə nəzarət edilməlidir. Bildiyimiz kimi biz birinci başlayanda dedik ki, daha çox azospermiya rast gəlirik. Azospermiya rast gəlirik. Səbəb nədir? Kimlərsə soruşa bilər. Deməli, telefonlar artıq hər bir kəsdə telefonlar vardır. Bu telefonlar ciblərinə qoyurlar. O cibdə gəzdirilməsi düzgün deyil. Bu istər-istəməz ki, cinsiyyət orqanlarına mənfi təsir göstərə bilir və hal-hazırda qapılar hamısı elektrondur. Bu qapıların özləri də uşağa mənfi təsir göstərə bilir. Onun üçün də qidalanma, bu cür telefonların düzgün saxlanılması və hər gün qapılardan keçilirsə, bunların özü də azospermiya gətirib çıxarda bilir. Əslində bunu bəlkə də bəylərimizə desəz bunu qəbul eləməzlər bu iradə ki. Bəli. Biz bildiyiniz kimi bölgələrə də gedirik. Bəli. Aprel ayının 18-i Gəncə Şans klinikasında olacağıq. Hər zaman ora cütlüklər öncədən belə idi ki,
artıq özümüzü bəlkə də xoşbəxt sanırıq ki, öncədən bizə xanımlar yalnız qaynanalar gətirərdi, ya analar, baldız, ya rəfiqəsi kimlərsə gələrdi. Artıq biz hər bir kəsə deyirik ki, gələndə cütlüklər bərabər gəlsin ki, hər iki cütlüyü bərabər yoxlayaq. Bəli, bölgələrə gedəndə də cütlüklər bərabər bizə müraciət edir. Hər ikisini eyni vaxtda yoxlayıb, artıq tam diaqnoz qoyub qərarımızı verə bilirik ki, hansı səbəblər var. Bu səbəbləri vaxtınız ötmədən aradan qaldırmaq lazımdır. Nə gözəl. Doktor, mən istəyirəm bir qədər bu hormonal müalicəyə toxunaq. Bilirsiniz ki, bizim ölkəmizdə hormonal müalicəyə yanaşma bir mənalı deyil. Xüsusən də xanımlar, hətta bəzən qorxurlar. Hətta məsələn qız uşaqlarına da həkimlər təyin eləyəndə ki, məsələn bir müddətlik hormon verək və vəziyyəti yaxşılaşdırıq. Analar deyir, "Yo, nə danışırsınız? Mənim qızım hormon içməyəcək." Ya da xanımlar deyir ki, "Biz hormon içmək istəmirik." Mütləqdirmi hormonal müalicə və ümumiyyətlə hormonal müalicə niyə aparılır? Bu gün bizim üzümüzdə gülüş vardı. Nədir səbəb? Yəni Hormonlarımızın normal işləməsidir. Bizi idarə edən başdan ayağa hormonlardır. Əlbəttə. Hətta D vitamini deyəndə insanlar elə bilirlər ki, o bir D vitaminidir. Yox, o da bir hormondur. Əgər insanın hormonları normal olmazsa, deməli mütləq həmin hormonal balansı doldurmaq lazımdır. Vaxtında müalicə almırıq, bəli. Onu düz vurğuladınız ki, Azərbaycanda hər kəs də deyəndə ki, sizə bir bunu deyirlər. Doktor, mənə hormonal müalicə yazma. Amma bilməlidirlər ki, bu gün onun qadın hormonları prolaktin dediyimiz qadın bir hormonudur, süd vəzinin hormonudur. O yüksək olarsa, eynilə kişilərdə azospermiya gətirib çıxarıla bilir, qadınlarda da sonsuzluğa gətirib çıxarda bilir. Əgər biz o hormonun balansını düzəltməsək, artıq burada get-gedə o süd vəzində süd olma ehtimalı vardır və bu da vaxtında müalicə olunmazsa, sonrakı vaxtlarda mastopatiya, hər hansı bir başqa problemlərə gətirib çıxarda bilir. Onun üçün də hormon əgər hər hansı bir problem varsa, zop hormonu deyirlər. Yəni TSH, T3, T4, anti-TPO, anti-TK. Bəzən deyirlər ki, heç bir problemi yoxdur. Doktor, 6 ay bundan qabaq yoxlatmışam, amma hər ay, bir ayın içərisində insan orqanizmində çox böyük bir dəyişikliklər gedə bilər. Hətta bəzən görürsən, bir ay bundan öncə müraciət etmişdi, hər bir şey normaldır, amma bir aydan sonra biz yoxlayırıq, keçirdiyi həyəcan nəticəsində və yaxud da qəbul etdiyi qidaların nəticəsində hormonların özündə dəyişikliyin olma ehtimalı vardır. Bizi idarə edən hormonlarımızdır. Bəli. O hormonlar əgər hansısa səviyyəsi yüksəkdirsə və yaxud da səviyyəsi aşağıdırsa, mütləq endokrinoloqa müraciət edib, istəyir oğlan uşaqları, istəyir qız uşaqları mütləq onun müalicəsini alması məsləhətdir. Doktor, bir də belə deyək, bu hormonal müalicənin aparılması istənilən xanıma övlad sahibi olma şansı verirmi? Çünki belə bir fikir var ki, qadınlar yaşlanırsa artıq övlad sahibi olmasalar yaxşıdır. Çünki həkimlərimiz hər zaman deyir ki, o yumurta hüceyrələr qadınlarla doğulur və onlarla birlikdə yaşlanır. Məsələn, qadın artıq yaşını keçibsə, amma övlad sahibi olmaq istəyirsə, təbii ki, reproduktiv dönəmdədirsə, bu önəmlidir. Onun ana olma şansı və sağlam övlad dünyaya gətirmə şansı nə qədərdir? Baxın, hətta təbii yolla 40 yaşından sonra ana normal şəkildə hamilə qalarsa, orada mütləq bir hormonal dəyişikliklərin getmə ehtimalı var. Onun üçün də biz artıq hamiləlik dövründə NIF testi deyilən bir analizi veririk. NIF testində həm cinsiyyət bəlli olur, həm də hər hansı bir genetik xəstəliyi vardırsa onu aşkarlanır. Artıq ana bətnində o söylənilə bilir. Öncədən deyirdilər 2-li, 3-lü, 4-lü test. Artıq bu testlərə ehtiyac qalmayıb. NIF testi nəticəsində 8 həftəsində bu analizi verməklə cavan xanımlarda da istər-istəməz bu analizlərin yoxlanması çox önəmlidir. Eynilə də 40 yaşından sonra hər hansı bir hormonal dəyişikliklər vardırsa, genetik problemləri vardırsa, bunun testin nəticəsində biz həmin xanımlara ana bətnindəki dölün haqqında ətraflı məlumat verə bilirik. Bu həm də
anaların özü üçün də çox vacib bir məsələdir ki, sağlam körpə dünyaya gətirsinlər. Bəzən görürsən ki, hər hansı birimizin rastına çıxır. Bir tədbirlərdə və yaxud da hər hansı bir yerdə bəzən uşaqlar var ki, anadan gəlmə hər hansı bir problemlərlə rastlaşırıq. Deyirlər ki, həkimin səhvidir. Bu tək həkimin səhvi deyil. Daha çox da ginekoloqların üzərinə qoyurlar ki, doğuşu aparanda yanlış aparıb. Xeyr, son vaxtlar mən illərdir bu işlə məşğul olduğum üçün oturub anamizləri toplayırıq. Anamiz nəticəsində orada hətta azospermi xəstələr olarsa, oradan dünyaya gələn körpələrdə morfologiya normal olmazsa, elə halda həmin o nevroloji uşaqların dünyaya gəlməsinə, dünyaya gəlməsinə səbəb olur. Amma doktor, xatırlayırsınızsa illər öncə bu məsələlərdə qadınlar nə qədər qamçılanardı. Bəli. Yəni birbaşa olaraq hədəf onlar idi. Yəni övladı sən dünyaya gətirmisən, sən uşağın belə olmasında sən günahkar. Hətta mən uzun illərdə həkimlərlə işləyirəm. Vaxtilə tibbi proqramda bizə müraciət edən ailələr vardı ki, ata övladı belə doğulduğu üçün ailəsini atıb getmişdi. Yəni təəssüflər olsun. Yəni yanaşmalarımızı görürsünüz mü hadisələrə? Biz bilirik ki, bəli, hər bir insanda 46 xromosom var. Bunun 23-ü atadan, 23-ü anadan gəlir. Bəli. Yəni atanın genlərini, ananın genlərini. Bəzən də hətta cinsə görə də qadınları günahlandırırlar. Burada birbaşa cinsiyyət seçimində ataların rolu daha çox önəmlidir. Yəni atadan o XX xromosonu, bəli, XY xromosonu keçəndə artıq mayalanma gedərsə, orada qız oğlan uşağın dünyaya gəlməsinə səbəb olur. Onun üçün də öncədən qadınları daha çox hər şeydə qınayırdılar. İndi isə artıq elm inkişaf etdiyi üçün hər kəs bilir ki, cütlüklərin hər ikisinin problemi olarsa, belə bir hallarla rastlaşa bilərik. Daha çox hər hansı bir konfranslara gedəndə suallar belə olurdu ki, orada baxırdıq hər hansı bir nevroloji statusdan doğulan körpələr olmur, amma bizdə var idi. Bir daha bizdə də səbəb nə ola bilirdi? Qohum evlilikləri. Nə xoş ki, artıq o qohum evliliklərini də dayandırdılar. Onun özü də böyük bir xoşbəxtçilikdir ki, bizim nəsli koruyurdular ki, xəstə övladlar dünyaya gəlirdi. Bu xəstə övladlarla da sonraki zamanlarda həm onların müalicəsi çox zaman aparır, həm də onlardan sonra əgər xəstə hər hansı bir uşaq istər sağlam bir qadın olsun ya oğlan olsun, ailə həyatı quranda sağlam, onlarda da istər-istəməz xəstə uşaqların dünyaya gəlmə ehtimalı var idi. Bəli, çünki dominant genlər gəldiyi üçün. Bunu qoydularsa artıq ki, qohum evliliyinə son deyilsin. Ən böyük bir həkimlərin xoşbəxtçiliyi də burada oldu ki, artıq belə bir uşaqlarla rastlaşıb bizim də ürəyimiz arğımayacaq ki, buna da yardım edə bilmirik. Əlbəttə, əslində bu qanun çıxanda buna çox aqressiv yanaşanlar da oldu ki, bu təbiidir. Heç kəs, yəni hamı adekvat qarşılaya bilməz belə qanunu. Amma bəlkə də onlar bilsəydilər ki, yəni həkimlərin yerində olsaydılar və bilsəydilər ki, onların qapısında nə qədər beta talassemiyadan, SMA xəstəliyindən, DSP-dən və digər xəstəliklərlə bağlı müraciət edib çarəsiz həkimlərdən çarə gözləyən insanlar var, bəlkə də belə aqressiv qarşılamazdılar. Doktor, elə danışdığımız xəstəliklərlə bağlı sizə sual da vermək istəyirəm. Məsələn, bir ailə var, 2 qız övladından sonra bir SMA xəstəsi oğul övladları dünyaya gəlib və bu hadisələrə çox tez-tez rast gəlirik ailələrdə. Talassemiyası olsun, DSP-lər olsun, həmin ailələrin ekstrakorporal mayalanma ilə sağlam övlad dünyaya gətirmələri ki, məsələn, oğul istəyirlər. Mümkündürmü? Bu sualınıza belə cavab verə bilərdim ki, bizim bir pasiyentimiz var idi. Deməli, bu pasiyentin birinci övladı qız uşağı olub. İkinci dəfə hamilə qalıb. 13 həftəsində bildiyində ki, qızdır. İndi artıq abortlara bəzi abortların olunmasına qadağa qoyulubdur. Bu da çox gözəl bir şeydir. Amma öncədən belə deyildi. İstədikləri vaxt gedib həmin o böyük prosedurları edə bilirdilər. Həftələrdə də edə bilirdilər o kürtajları. İkinci dəfə hamilə olanda yenə də gedib kürtaj edib. Üçüncü dəfə
belə bir halla yenə rastlaşıb edib 4-cü dəfə 10 dəfə sonra bu adam, həmin xanım normal şəkildə hamilə qalıb. 10 dəfədə də hamiləlik 8 həftəsində pozulub. Bizə artıq müraciət edəndə biz cütlüklü aldıq önümüzə, izah etdik ki, artıq sizin 10 dəfə hamiləlik baş veribsə və artıq burada hamiləlik sona çatmırsa, deməli hər hansı bir genetik sorun vardı. Embrionlarını toplayıb genetikə göndərdik və 4 embriondan bizə cavab gəldi ki, bunların hamısı genetik olaraq sorumlu uşaqlardır. Əgər bunları transfer edəriksə, normal şəkildə hamiləlik baş verməyəcək. Baş versə də ananın əgər müqaviməti güclüdürsə, axıra çatdıra bilər, amma hər hansı bir sorumlu uşaqlığı dünyaya gətirmə ehtimalı var. Bunlar yenə də uşaq istədikləri üçün ikinci dəfə istədilər ki, bunları bu proseduru yerinə yetirək. Yenə də yumurta hüceyrələrini toplayıb sperma ilə dönləndirdikdən sonra genetikə göndərdik. Yenə də həmin o genetikdən 5 embriondan gəldi ki, əgər 2 oğlan uşağı idi, 3 qız uşağı idi, 1 qız uşağı normal sağlam gəlmişdi, oğlan uşağında azosperma olduğu gəlmişdi ki, artıq bu embrionu biz götürsək, dünyaya göz açan körpədə azosperma olacaqdı. Bildiyimiz kimi, bax, bu cürdə genetikdə bəzən bu sorunlarla biz rastlaşa bilirik. Həmin o genetikə göndərdiyimiz cavablardan çox da bəzən görürsən ki, artıq genetikdə problem vardırsa, ürək açmayan nəticələri əldə edə bilirik. Aydındır. Mən istəyirəm doktorumuzla əlaqə saxlamaq üçün nömrələri bir daha vurğulayım əziz dinləyicilərimiz. 070 520 97 97 və 077 320 97 97 nömrəsi ilə Yeganə Əliyeva ilə əlaqə saxlaya bilərsiniz. Mütəxəssisimiz DSX Hərbi Hospitalın doğum, ginekologiya və ekstrakorporal mayalama mərkəzinin rəhbəridir və doktorumuz yəqin ki, başdan bizi dinləyən dinləyicilərimiz var. Doktorumuz dedi ki, biz ən çox kişi sonsuzluğu ilə məşğul oluruq, amma qadınlar da gələrsə onların da problemlərini həll edirik və Rossi dediniz, eləmi doktor? Bəli. Mərkəzinizi Rossi bilərək bildiyim qədərilə adlandırmışsınız. Bizdə bir cihaz var, cihazdır. Artıq bizdə azospermi xəstələrdə əgər belə bir problem varsa, bəzən görürsən ki, pasientlərdə hər hansı bir vaxtından qabaq doğulmuş oğlan uşaqları olarsa, buradan söyləmək istəyirəm ki, xəyallar bəzən qarın boşluğunda ola bilir. Bəli, vaxtında mane etmirlər və gecikmiş formada. Biz onu hər hansı bir test əməliyyatı edərək, vaxtında əməliyyat edib əgər onu yerinə salmayıblarsa, onda daha amma olmursa sonradan biz onlardan test əməliyyatı ilə və yaxud da bizim həmin o cihaz vasitəsilə yardımcı olaraq o ölü hüceyrələrə hər hansı bir yardım edərək normal şəkildə spermanında bir canlılıq yaradıb yumurta hüceyrəsinin tanınmasına köməklə yardım edir. Doktor, belə başa düşürəm ki, Rossi cihazı əslində çox böyük bir kateqoriyanı əhatə eləyən pasit kontingentinə artıq ümid yeridir. Bəli. Nə gözəl. Yapon cihazıdır, eləmi dediniz? Yaponiyada deməli Tanak Sensei tərəfindən bu ilk dəfə ixtira olunub. Hər dəfə hər hansı bir xarici ölkəyə konfransa gedəndə bizim cütlükləri daha çox başqa bir ölkəyə üz tutduqlarını görürdüm. Düşünürdüm ki, həmin iki cütlüyün gedib orada bir 20 gün qalması, nə qədər onlar üçün bir böyük zamandır, maddi yükdür və bunları başladım bu üzrə araşdırma aparmağa. Yaponiyadakı həmin professora yazdım, sonra onunla zaman aldıq, onun klinikasına getdik. Orada tam biz 3 həftə bu təlimi keçib, artıq Azərbaycana döndükdən sonra həmin o cihazla bizim mərkəzimizdə, bizim tərəfimizdən ailələrində övladlar var. Deyir, ən bir xoşbəxt insanıq ki, hər kəsin evində övlad gəzəndə sağlam övladı bizi yada salır hər zaman. Yəni. Onun üçün də o övladları gördükcə doğrudan da sonradan gəlirlər. Bəzən görürsən gəlib doktor, şad xəbər verəndə necə reaksiya verirlər? Ən yadda qalan reaksiyalar nədir? Əminəm ki, ağlayırlar. Hər zaman. İllərlə bəli, sevinç göz yaşı. Doğrudan da bəzən insanlara deyiblər ki, övladınız olmayacaq. Bunu bilirsiniz də nə deməkdir. Amma sonradan ümidsiz gəlirlər.
ümidsiz gəlib o xəbəri verəndə ki, doğrudan da inanmayanlarımız çox olub. Ağlayırlar, hətta sevincdən özündən gedənlər də olub, belə hallarımız da olub. Allah hər zaman belə sevincli hallar qismət eləsin hər bir ailəyə. Amin. Əslində övlad həqiqətən də ümumiyyətlə bizdə ailə institutu, ailə o birliyi, o çəkirdək ailə deyirlər, çeyirdək ailə. Yəni bizdə ailələr çox olduğuna görə tez bir yaşda övladların ailə qurması, ailə qurubsa övlad sahibi olması, nəvə gəlsin, evə tez gəlsin. Yəni bunu həmişə istəyirlər. Tək ki istəyənlərin sayı çox olsun və maddi imkanları da insanların yaxşı olsun ki, istədikləri kimi övladlara baxa bilsinlər və istədikləri o arzulara çata bilsinlər. Media Doktor davam edir. Media Doktor'u dinləyirsiniz. Biz davam edirik 105.5 FM-in, Media FM-in efirində Media Doktoru dinləyirsiniz. Sizinlə mənəm Sona Bunina, həm söhbətim Yeganə Əliyevadır. DSG Hərbi Hospitalın Doğum Ginekologiya və Ekstra Korporal Mayalama Mərkəzinin rəhbəridir. Doktorumla əlaqə saxlamaq istəyən dinləyicilərimiz 070 520 97 97 və 077 320 97 97 nömrəsini yığa bilərlər. Bu arada biz bugün həm kişi həm də qadın sonsuzluğundan daha çox kişi sonsuzluğundan danışırıq. Çünki doktorumuz deyir ki, bizim mərkəzimiz Rossi adıyla Rossi cihazının bizə verdiyi müsbət nəticələrlə bəylərimizə daha çox kömək edən bir mərkəzdir və artıq şükürlər olsun sevinc göz yaşları bəxş elədikləri ailələr yetəri saydadır. Və hətta doktorumuz deyir ki, belə bir kobud ifadə işlənmişdi bizim bir pasientimizə ki, daşın övladı olar, amma sizin övladınız olmaz. Bugün onun qız övladı var dediniz. Bir qız övladı var. Yəni görürsünüzmü? Belə ailələrə doktorlarımız necə övlad sevinci bəxş eləyə bilirlər. Kim ki övlad həsrətindədir, övlad arzusundadır, onların hər birinə arzulayırıq ki, tez bir zamanda övlad sahibi olsunlar. Amin. Və o sevinci, o xoş çətinliyi yaşamaq onlara da nəsib olsun. Doktor, mən istəyirəm bir qədər donor məsələsinə toxunaq. Donor məsələsi baxmayaraq ki, o qədər də aktual deyil Azərbaycan üçün, amma yenə də insanlar niyəsə bunu həmişə gündəmə gətirir və hətta qorxurlar. Əslində ekstra korporal mayalanmanın adının dəyişdirilməsi də bugün ona xitab edən bir mövzuydu. Söhbətimizin əvvəlində buna toxunduq. Amma bugün donor ehtiyacınız olurmu? Biz çalışırıq ki, hər kəsin bizdə öz hüceyrələrindən olsun. Onun üçün bugün bütün necə deyim, harda bir yenilik vardısa, ora gedib o yenilikləri əldə edib Azərbaycana gətirmək istəyirik. Bizdə Azərbaycanda donordan istifadə edilməsi arzu olunmazdır, bəli. Arzu olunmazdır. Onun üçün də yeni bir ixtiralar var ki, hətta bəzən şübhələnən ailələr olur ki, amma biz oturub onlara anladırıq ki, sizin icazənız olmadan belə. Bəli, bu icazə ilə qanunla tənzimlənən bir prosesdir. Siz övlada sahib ola bilərsiniz, amma bir həkim olaraq biz bunu edəriksə böyük bir məsuliyyət altına girmiş olursunuz. Bəli. Onun üçün də bu hələ bizdə qanun qəbul edilmədiyi üçün belə bir şeylər tətbiq olunmur. Niyə bu sualı verdim ki, doktor, direkt birbaşa sizin dilinizdən bunu eşitsin insanlar. Çünki çox böyük şübhə ilə yanaşırlar. Bəli, çox şübhə ilə yanaşırlar. Bunu da vurğulayım ki, bəzən artıq kişilərin bu problemi vardısa utanırlar. Buradan üzümü tutub bizi dinləyənlərə demək istəyirəm ki, utanmayın. Burada heç bir problem yoxdur. Qadınlarda olduğu problem kimi kişilərdə də ola bilər. Zaten bizim mərkəzimizdə embriologumuz fəaliyyət göstərir. Qadınları mən alıb önümə hər hansı bir maneələrdən keçirdib ətraflı anamnez topladığım kimi siz də çəkinmədən bizim embriologumuzun maneəsində ola bilərsiniz. Əziz dinləyicilər, yenə də vurğulayıram, gec qoşulanları salamlayıb və demək istəyirəm ki, bir ildə artıq ailəlisinizsə, övladınız olmursa və sizə hər hansı bir problem deyiblərsə, buyurub bizə müraciət edə bilərsiniz. Heç bir maneə ödənməyəsiniz, maneəyə pul ödəməyəsiniz. Bunu açıq izah edim sizə. Biz sizi embriologumuzla alacağıq və ətraflı sizin istəyir qadın, istəyir kişi, ətraflı bütün anamnezlərinizi
dinləyib sizin anamnezinizi toplayıb və sonra sizin hansı problemlə övladınız olmadığını deyəcəyik. Eyni ilə də 18 apreldə Gəncə Şans Klinikasındayıq. Əgər Azərbaycan bölgələrindən Bakıya gəlmək sizin üçün çətindirsə, buyurub Gəncə yaxındırsa, Gəncə ətrafı, Gəncə bölgələrindən olanlar Gəncə Şans Klinikasına müraciət edə bilər. Onları da mane edib bütün hər hansı bir problemləri varsa, onlara da izah edəcəyik. Onun üçün də sonsuzluq sizin qədəriniz deyil. Yəni Bəzən o deyiblər ki, övladınız olmayacaq, əlinizi, qolunuzu bağlayıb evdə oturmağınızı biz də istəmərik. Hər bir evdə övladın olması, sabahları körpə səsi və azan səsi ilə açılmasını arzu edərdim hər bir kəsə. Doktor, mən istəyirəm bir qədər bu banklar məsələsinə də toxunaq. Çünki əslində çox insan Azərbaycanda bankların da olduğunu bilmir ki, onlar öz hüceyrələrini qoruyub saxlaya bilərlər. Hətta biz bayaq məsələn xəstəliyi olan, onkologiyası olan insanları vurğuladıqda burada karyerası olan xanımları da biz deyə bilərik. Ki məsələn karyerist xanımlarımız var ki, çox gec yaşlara qədər oxuyurlar, hətta doktoranturasına qədər uzun illər işləyirlər. Bir də ayılırlar ki, bəs mən ailə quracağam. Mən vəziyyətim necədir? Bəli, onu da düz vurğuladığınız üçün elə bir hallarla da rast gəlir. Xanımlar artıq öz işlərinin dağılıca getdiyi üçün istəmirlər ki, ailə qursunlar. Bütün ömürlərini bu işə elmə həsr edirlər. Onun üçün əgər onlarda da elə bir sorun vardısa, yaxşı olardı ki, müraciət etsinlər. Yumurta hüceyrələri toplanılıb dondurulsun. İstədiyi zamanda ana olma şansları daha yüksək olacaqdır. Bəzən pasientlərimiz artıq gec müraciət edəndə artıq deyə bilirik ki, bəli, sizin AMH-ınız yoxdur, yumurta hüceyrəniz yoxdur. Bunun üçün müraciət edə bilərlər. Eyni ilə həm kişilər, həm qadınlar həm embrion şəklində, həm sperma, həm yumurta hüceyrəsi dondurularaq bizim laborator mərkəzimizdə istədikləri qədər imza ataraq toplanılıb qoruna bilir. Bəli. İstədikləri anda yenidən ana olma şansları və yaxud da valideyn olma şansları daha yüksək olur. Onda artıq da hər hansı bir düşünmürlər ki, nədən biz vaxtında müraciət etmədik, indi yumurta hüceyrəmiz yoxdursa nə edək? Bu sualın qarşısında artıq aciz qalmırlar. Doktor, mən istəyirəm bir də bu sonsuzluq problemində eyni zamanda ekstrakorporal mayalanma nəticəsində çoxdövrlü hamiləliklərdən danışaq. Adətən düşünürlər ki, orada doktor istədiyi qədər yumurta qoya bilir. Məsələn, əkizlər dünyaya gətirəcəksən. Yoxsa bu doktor tərəfindən hesablanmış bir məqamdırmı? Baxın, əgər biz orada birinci xanımların yaşını nəzərə alırıq, ya embrionun keyfiyyətini nəzərə alaraq onlara transfer edirik. Bəzən görürsən ki, bu yaxınlarda bizdə 17 ildən sonra üçəmlər dünyaya gəldi. Biz 2 embrion transfer etmişdik. Bir embrionumuz daha çox 5də 5 çox keyfiyyətli bir embrion idi. Ana bətnində o embrion bölünərək özü artıq biz əkizə çevirib. Bəli, əkizə çevirmişdi. 2 embrion. Belə də mi olur doktor? Bəli, belə də olur. 2 embrion bir deməli ciftdə idi, bir embrion isə bir ciftdə. Onlar eyni yumurtanın əkizləri olacaq o zaman. İkisi bəli. Deməli 2 qız idi, 2 qız idi, bir oğlan idi. 2 qız bölünərək bir də özü üçün bir qız bacı gətirmişdi. Bir dənə də qardaş. Yəni biz həm yaşı nəzərə alırıq, bir də embrionların keyfiyyətini. Çox embrion keçirdikcə buna da normal nəticə əldə edə bilmərik. Əsas embrionların keyfiyyətidir, çox önəmlidir. Doktor, hamiləlik siz tərəfindənmi izlənilir? Sonuna qədər siz mi aparırsınız hamiləliyi? Bu necə olur? Bəli, bildiyiniz kimi hamiləlik artıq biz tərəfindən izlənilir. 9 ay nəzarətimizdə, sonradan doğumun aparılması necə? Bəli, o da bizdə Dövlət Sərhəd Xidmətinin hərbi hospitalında çox gözəl bizim doğum şöbəmiz vardı. O doğum şöbəsində həm doğuşlar, həm əməliyyatlar icra olunur. Onun üçün də bu yaxınlarda dediyim kimi üçəmlər 17 ildən sonra artıq bir çox yerə baş vurmuşlar. 7 dəfə Türkiyədə olmuşlar, amma yox demişdilər. 2 qız, bir oğlan dünyaya gəldi.
həftənin birinci günü gətirmişdilər. Çox gözəl, şirin bir Yoxlanışa balalar gəliblər. idilər, bəli. Allah olmayanlara qismət etsin. Yəni bizdə bütün klinikamızda hər cür şərait vardı. İstər laboratoriyamız geniş şəraitdədir, doğum şöbəmiz, ginekologiya, eko mərkəzi, cərrahiyyəsi, terapiyası, hər bir şey təmin olunmuş gözəl bir hospitalımız vardı. Nə gözəl. Həmi Dövlət Sərhəd Xidmətinin əməkdaşları başdan ayağa heç bir ödəniş etmədən onlara qulluq göstəririk. Amma mülki şəxslər artıq ödənişlidir. Yəni bunu da Kənardan müraciət olunarsa, bəli, kənardan müraciət olunarsa, bunlarsa ödənişlidir. Onun üçün də bizim hospitalımızda bütün ixtisaslar üzrə həkimlərimiz vardır. Doktor, özümdən asılı deyil, bilmirəm niyəsə hərbi sahə deyəndə artıq o həkimlər barəsində ümumiyyətlə sorğu-sualım dayanır ki, ən peşəkarlar o sahədədir. Bilmirəm niyə belə olur. Hətta efirimə uzun illər gələn məsələn yüzlərlə həkim müsahibim olub. Hərbi sahədən olan həkimlər çox fərqlidirlər. Onların yanaşması hadisələrə, onların biliyi, yəni bildiyiniz, yəni gözlə görülən fərqləri var. Bilmirəm hərbi sahədə onlar daha mı diqqətlidirlər, yoxsa o sahədə daha peşəkarlarmı seçirlər? Dövlət hardan başlar? Sərhəddən. Yəni Yəni onun üçün də bəli. Ən yaxşılar da burada olmalıdır. Bəli, ən yaxşılar da. Bütün həkimlərimiz yaxşıdır. Bəli. Amma Mən heç birinin haqqına girməyim. Allah hər birinə can sağlığı versin. Çünki səhhətimlə bağlı dəfələrlə o qədər ciddi problemlər yaşamışam ki, göydə Allah, yerdə həkimlərimizin sayəsində bu gün həyatdayam. Heç birinin haqqına girə bilmərəm. Allah hər birinə can sağlığı versin. Hər biri öz peşəsinin keşiyində hər zaman kimi sağlamlığı ilə dayansın. Çünki bizim barmağımıza daş dəydimi həkimlərimiz yadımıza düşür. Yəni bu söhbətim sözüm yanlış anlaşılmasın, amma hərbi sahə bir başqadır. Bunu da deyim ki, Azərbaycanda çox gözəl həkimlər, həkim olduğu Bəli. üçün demirəm. Bəli. Doğrudan da dünyanın hər bir yerində olmuşam. Böyük bir konfranslarda və onların da çıxışlarını görmüşəm, onların da təcrübələrini. Bizdə həkimlərə nədənsə az hörmət qoyulur. Mən özüm 3 il Brüsseldə yaşadım, Belgiyada. Orada həkim adı gələndə çox böyük bir hörmət edirdilər. Amma baxanda heç də onların həkimləri bizim həkimlərimiz onların həkimlərindən geri qalmırdılar. Savadda bizim həkimlər daha çoxdur. Bilikləri, təcrübələri, hər zaman üzərində işləyən həkimlərimiz var. Nədənsə bəzən başqa bir xarici dövlətdən həkim gələndə ona daha çox üstünlük verirlər. Amma buradan üzümü tutub demək istəyərdim ki, əziz dinləyicilər, Azərbaycanın gözəl həkimləri vardı. Buyurub hər hansı bir probleminiz vardısa, xaricə yox, öz həkimlərimizə müraciət edə bilərsiniz. Mən bunun dəfələrlə şahid olan insan kimi təsdiqləyirəm doktor fikirlərinizi və təşəkkür edirəm sizə. Çox sağ olun gəldiyiniz üçün. Şərəf verdiniz. Bəli, yekunlaşdı. Bir saat nə tez keçdi, heç bilmədim. Şərəf verdiniz və sevə-sevə sizi burada qonaq etdik. Bir daha dinləyicilərimizə demək istəyirəm ki, bugün bizim studiyamızın qonağı Yeganə Əliyeva idi. DSX Hərbi Hospitalın ginekologiya və ekstrakorporal mayalanma mərkəzinin rəhbəri Yeganə Əliyeva və əlaqə saxlamaq üçün bir daha vurğulayım 070 520 97 97 nömrəsini yığaraq əlaqə saxlaya bilərsiniz. Media Doktor. Media Doktor. Sağlığın varlığındır.